Bura Degaga. Bir de şəhər eləyirəm dostlar. Gördüğünüz gibi kırmızı bina. Sarı bina. Bu biraz pis oldu. Tazan sarı bina. Bunlar da bir de gökdelen eləyirəm. Bu da benim evim. Herkese salam dostlar. Ben Ferit. Bu siz gördüğünüz gibi dostlar. Ben özümə şəhər eləyirəm. İstəyirsinizsə mənim şəhərimə gələ bilərsiniz. Ama bazı kurallar var. Buraya bu sitede ancak iki kişi gelebilir. İki defa böyle kat atılabilir ama bunun için bazı şartlar var. Öncelikle benim etik kurallardan çıkmayacak, sadece bana abone olan tüm videolarıma like atan benim kanal bu siteye girebilecek. Ve istediği kırmızı istediği bir de binaya sahip olabilir. Mesela buna bak bir mertebesi daha. Ta ki bu mertebede bir daha takipçimizindi. Ta ki bunlardan bir tanesi. Çok büyük gökdeler eləyirəm konkret. Buraya asfalt eləyəcəm yolda. Buraya bir tane market. Buraya bir tane restoran. Buraya da bir tane pembe bina. Deyə bu iki verirəm. Bax bu kırmızı renkler pembe olacak. Bazı kişiler pembe seviyor. Ne danışıyorsun öyle? Belədir ta. Deməli buranın nəyə gətirir ta. Buranın nəyə gətirir ta dostlar. Neyse dostlar. Şimdi biz burada eləyək görək. Qaşay duracaq. Çöldən baxanda qaşay durulur ha. Her mertebenin balkonu var. Daha ne olsun? Belki bu bina 40 kat olacak. 2, 4, 6 tane 7 kat atlı bina olacak. Burada olacak 7. Daha da yukarı çıkacak. Bulutlara kadar olacak belki. Bu bulutlar silmə bir yol olsa ama oyunda yok zaten. Neyse. Dedim romatizmam. Hatta düzelttim romatizmamı. Burada da şey var, yatırır kravat. Ben size seed'i gösteririm konkret. Seed burada diyen görüm. Oyuna katılacaksa ancak survival modunda olasınız. Tek zaman yaratıcı modunda olacağım. Burada default, Predator Tools. Seed'in belədir. Mesela buradan çoklu oyuncuyu açırsınız. Məndə niye açıqdır? Onu da Allah bilər. Buraya adınızı buraya dünyanızı adınızı yazırsınız. Ben niye adım sevdi? Neyse video çıkında değişirim. Şimdi binamızın elemesine başlayaq. Bizi de felaketler gözləyir dostlar. Işık süratiyle ilerlemek. Hele pencereye koyuyoruz. Pandora. Buraya duvar koyuyoruz. Arkadaşlar.
Daha sonra telefonuma ve virüs bulaşıyor. Ona göre videoyu da satın çekelim de. Ancak yukarıda uyarı verir ki telefonunuz virüs abarttı. Telefonunuz virüs abarttı. Demdir, tezemde problem oldu. Sizde görünmür. Ama tezemde görünmür. Tabi bilmirəm niye elədi. Fikirləşiblər də. Getdi ne? Diye kardeşimin sesidir. Canım da getdi ne? Bu yatır bir virüstü, antivirüs gibi bir şeydi. Ha, şükür. Şükür Allah. Bildim ta. Sefelendi. Yine kendi cezası. Buranı. Siz de yani. Ben elimin güçlenmesini eləyirəm. Buraya indi yaşıl renk koyacağım. Açıq yaşıllar qıraqda olacaq. Oh, yaşıl. Belə gedəcəklər. İnşallah axırda bina bir qəşəng olar. Uf, sözdən baxanda bir qəşəng durur binalar. Bir də asfalt, sokaq işıqları da qoysaq, belə buralarda dağ ev eləsək, nedir portalda buradadır. Burama çox təhlükəlidir, bağlamalıyam. Bəlkə hazinə qoyarım. Burada ne vardı? Hatta hazine de vardı. İnşallah adam nedir portalını yıkıp cehenneme gitmez. Şimdi getse diyecek ki buraya niye koymuşsunuz? Ben zaten boş danışıramıyorum. Uç. Şimdi biraz bir şey oxşayır. İlk kat eləyəndə çox çirkindi. Yavaş-yavaş yuxarı qalxanda yaxşı bir bina oldu. Burada balkonlar eliyoruz. Adamlar hava alsın da yani. Buradan aşağı buradan hava almasın. Direkt buraya çalışın hava alsın da. Adamı ne seçecekti? Aranızdan bu şehri patlatmak isteyen varsa patlatabilir. Ama ben şehrin haline öldürebilirim. Etr olacak falan demeyesem. Çok çetindi.
2, 4, 6, 8 eləmək. 7 mərtəbəlidir. Buraya da biz 8 mərtəbə yapışdırsaq, 10 mərtəbə yağı. O mərtəbə yebilsə xəyaladır. İki saatdə bu binalara eləyirəm olsa. Geldim ki evi, binayı, onu bunu elədim. Telefon zarkəsi uçdu. Hardaysa bir 47'dir. 5 tane bina ailesini kurtaracaksınız artık. Ağ divar, yaşıl. Ay. Ağları koyarıq yuxarıca. Şəhərin ətrafı tamamilə dağdır. Dağ. Tamamilə dağdır. Özü ən böyükdür. Ne kadar yeşillikdə, qarla dağlardır. Buraya bir qəşəng bir dağ ev eləyərəm. Bu dağlar istifadə edərək dağ ev eləyə bilərəm. Dağ binası eləyə bilərəm ama. Böyle burada bir de en dayanıklı blok tutacaq. Üstünü taxtayla bağlayıb bina eləyəcəm. Bizim əsl amacımız bunu 10 mərtəbə eləmək. 8-ci mərtəbə eləyəm. En balaca bina bu oldu. Değil bu. Ama özü də çox dayanıqlıdır. Təhsil yuxarısı dayanıqlıdır öyle. En dayanıklı binalardan biridir. Bu dayanır mı bilmirəm ama. Bir alt divar. Gün batır. Gün buradan doğur. Adamlar da balkona çıxıb günə doya baxacaq. Gün doğumuna. Her gün aslında ben gün doğuma baxıram. Bir de mənə bir rahatçılıq gəlir də. Ana. Bu binanın niye böyle problemi var? Bu yerde bir yerde biraz problem çıkar. Tarladım yala. 5 saattir telefon elimdedir. Telefonum Android olmasaydı aparatı belki patlıyordu.
Bazıları aparat bilir mi ama bilmirəm. Bazıları aparatın ne olduğunu bilir. Bilmirəm ama. Allah bilir. Özə beşi taxtası da. Çok parlak olsa deyəcəyəm də. Hələ bu binanın turuncu rəngini də eləyəcəm. Bu 8-ci mərtəbədir. 9-cu mərtəbədir yala. 3 mərtəbə eləmişəm çoxdan. Çox rəngli binadır. İçərdə baxaq qoraq nətərdir. Uzaqlaşaq. Və ən qəşəng binalardan biri olur. Amma içini işıqlandırsaq haladır. Pəncərələr özəvi yoxdur, qaradır. İçini işıq da qoyarım. Abartacam. Abartacam da, o da var. Bu neçənci mərtəbədir? 6, 8, 9. Bir daha da mərtəbə rəsm olacaq bu iş. Doya yerimiz var. Tüm binalardaki mərtəbələr satacağım. Amma önce ben görüşməlidirlər. Bankada yedim de market, restoran, zapravka. Bunlar da var ya. Oh.
Vapşı kanaldaki videolar tez gələcək. Bu Minecraft videolarında. Son bir mərtəbə qaldı. 10-cu. Kardeşimin sesi dostlar. Başı sörsene lan. Yanımda mandalin vardı, aldı kaçtı. Kur'an hakkı. Kur'an səfələmiş yox, indi düzəldiririk. Dünyada bir dəyə belə xəta görmək istəmirəm. Koyaq buraya. Düzələmişik. Hətta buranı da düzələmişik. Ən çox əmək verdiyim bu bina oldu. Təzən gəldi pişik. Enar. Vay Enar. Valla bunu düzlə. Dostlar, şəhərlər açıq olsa, siz mənə deyin ki, bu şəhərə nə cür bu şeylər düzəldək? Məsələn, market ən çox bəyəni alan yorumu dediyini eləyəcəm. Aslında qırmızı binanın yana, məsələn, buraya və asfalt eləyərəm. Məsələn, buranın arxasına. Tam yuvarlaktı. Buraya bir de uyuttu. O buraya ne bir gizli sığınak olanları. Bir de. Göz. Bismillahirrahmanirrahim. Burada biz kaçırıq. Bizə yaxşısı.
Dönək şəhərimizə. Bu arada işimizi görək. Bizim onun işimiz yoxdur. Evimin içindeki sandıklar şey olur. Akşam olur. Gecə ləzzət eləyir. Gecə ləzzət eləyir. İlk önce bura bir ışıklandıralım. Bir daha balkona gel. Türkiye'de balkon derler. Sütunu da bağlayaq buranın. Dağa baxay. Dağ da bir. Dağ deşirlə doludur. Dostlar, mən nəsə kikirliyəm. Bilmirəm ta nədir olur. Yuxarısını tamamlar ağ eləyəcəm. Elə təkcə bu bina ağdır. Qalanları ağdır. Ağ. Bu da ağ olsun da. İndi buraya nə qədər işıq qoyacağım. Bir şəxil olacaq. Bax, bu başqa məsələ. Bir şəkilli şolu buraya. Böyle meşale qoyaq ki, burada aydınlıq olsun.
Bu ne yazır ha? Buna biraz güvenlemişim. Belediye başkanı məndən şalter alacaq. Bu otağı qapısını açacaq. Sahib olacaq. Bir zəlzələ olsa güclü. Bu binalar bir yıxılsa. Ama bunlar yıkılmaz bence. Elə vacibi mən kimi. O kesin yıkılar. Yox, bu da yıkılmaz. Ama en dayanıqsızlığı budur. Bu bilmirəm ama ta. Zombi doğacaq, zombi səsləri gələcək. Otağı da biləcək, deyəcək ki, zombi var. İstəmirəm bu otağı. Işıq sürəti lamsını qoyuruq. Çıxırıq. Bu bina ile baktı ben öyle. Bu bina da. Bura niye koyuyor ben? Son kat eləmişim. Buranı da ışıqlandıraq son xəst. En güclüsü bu değil. Sabah da olur. Bunlar en yukarısına bakaq, biraz bakaq. Bu manzara nə tər olacaq. Doğru güneş. Burada iki də koltuq. Oturursan, baxırsın günün doğmasına. Buraya tez çıxdı. Biz de 2 saat sonra çıxırıq. Hava niye böyle? Güneşe bakan etraf turuncu olur, bakan da. Neyse dostlar, videoyu burada sonlandırırım. Gelen bölümde siz istediğinizi eləyəcək. Unutmayın. Şəhərlərə azad olsun ki. Fərid falan şeylə, Fərid onu elə. Ben de direkt eləyəcəm. En çok like alan yorumu istediğini eləyəcəm ta. Bir daha sətrə bu haqqı.
Burada göz gibi bir şeyler var. Burada bir de çatlak var ya. Biraz da bağlamalıyım. Bu arazi delik deşikdir. Ve